Uşaqları ölümə sürükləyən oyunlar, Mavi Balina, Roblox kimi oyunlar hələ də uşaqların mobil telefonlarında var. Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda baş verən 13 yaşlı qızın müəmmalı ölümü bu təhlükənin yenidən qayıtmasını gündəmə gətirdi. Azyaşlının valideynləri övladlarının telefonunda qorxulu görüntülər olduğunu dilə gətirdilər. Bəziləri bunu Mavi Balina, Roblox oyunu ya da buna bənzər bir oyun ola biləcəyini istisna etmir. Xəbərlərdə görmüşəm, bir qız oyundan ölüb, artıq oyun oynamağa qorxuram. Bəs hələ də azyaşlar arasında bu oyunun nə olduğunu bilən, oynayan varmı? Öyrənmək üçün məktəblər arasında sorğu apardıq. Eşitdiklərimiz isə artıq ciddi təhlükənin xəbərçisi oldu. Mən Mavi Balina oyunu oynamışam və orada mənə qorxulu sözlər deyildilər. Mənə birinci dəfə dedi ki, özünün boynuna as, sonra sildim. Mənə deyirdi 2 dəqiqə başı barmaqlarının yerindən bərk belə dart. Sonra mən də oynadım, qorxdum, getdim qardaşıma xəbər verdim. 50 dənə tapşırıq olur. Məsələn, bir tapşırıqda deyir, özünə zərər verməlisən, yoxsa hə, yox deməlisən. Axırıncı tapşırıqda da 50-ci tapşırıqda deyir ki, özünə xəsarət eləməlisən. Məktəblilər mikrofonumuza belə oyunların necə yüklənməsindən, necə oynanılmasına qədər hər şeyi bildiklərini dedilər. Xoşbəxtlikdən onlar oyundakı tapşırıqları həyata keçirmək yerinə oyunun silməyi seçiblər. Lakin bunu edə bilməyənlər də var. Roblox oynamışam. Orada çoxlu oyunlar olur, qorxunc oyunlar da olur. Məsələn, Mavi Balina oyununda mən sinif yoldaşım 50-ci levelə qədər getmişdi. Orada deyirdi ki, özünü az, özünə xəta yetir deyirdi. Birinci bizə maraqlı gəldi, oynadıq. Sonraki mərhələlərdə bizə tapışırdı ki, məsələn, gedin iti bıçaqlarla ayaqlarınızı kəsin. Biz bu oyunu qorxduq, sildik, getdik anamıza dedik. Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə sosial şəbəkələrdə belə oyunlar haqqında məlumatlar var. Əsas məsələ isə valideyn nəzarətinin güclü olmasıdır. 2018-ci ildə məhz uşaq və yeniyetmələrin zərərli informasiyadan qorunması ilə bağlı qanun qəbul olunub və eyni zamanda bir sıra qanunvericilikdə əlavə və dəyişikliklər edilib. Ancaq bütün bunlara baxmayaraq əfsuslar olsun ki, bu gün də sosial şəbəkələrdə, internetdə deməli yayılan oyun növləri var ki, bu oyun növləri uşaq və yeniyetmələrin bəzən həyatı bahasına başa gəlir. Bu Mavi Balina, Roblox tipli oyunlardır. Valideynlər diqqətli olmalıdır, uşaqlara nəzarət etməlidir və istifadə zamanı vaxt limitləri qoymağa çalışmalıdır. Ümumiyyətlə bu şəbəkə platformalarında sürgəc mexanizmi olmalıdır və sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca qanun olmalıdır ki, belə halların qarşısı alınsın. Bəs belə oyunları mobil tətbiqlərdən yükləmək mümkündürmü? Əgər deyilsə, uşaqlar bu oyunları necə əldə edirlər? Əslində bu tip oyunlar rəsmi mağazalardan yüklənmir. Uşaqlar bunlara əsasən sosial